Salam, hər vaxtınız xeyirli olsun, əziz treyderlərimiz. Bu gün isə əsas major valyutalarla bağlı texniki analiz göstərəcəm. Yəni kimə bu analiz sərf edəcəksə öz ticarətinə tətbiq edə bilərlər. Qısa olaraq keçən həftə nəzərə salaq. Keçən həftə Trumpın çıxışından sonra, yəni iqtisadi müharibə elan ediləndən sonra bütün dünyaya valyutaları və həmçində qızıl neft çox kəskin hərəkət olunub, volatil hərəkət olunub. Bu sırf hərəkət düşünürəm ki, Trumpın çıxışından sonra, yəni çıxışına aiddir. Ona görə də bu həftə bazar necə olacağını sizə göstərəcəm. Başlayacaq euro-dollar valyutası ilə bağlı. Euro-dollarını düşünürəm ki, bu həftə də enişi gözləmək olar. Çünki hal-hazırda alış üçün heç bir yaxın bir müddətdə heç bir həcm və yaxud da ki, opsion qranitsası, yəni sərhədi yoxdur. Yəni bu həftə mən düşünürəm ki, euro-dollar enişə eləcək. Lakin burada bizdə belə bir diapazonumuz var, yəni həcm yığılan bir diapazondur. Bu həcmdən sonra artım bizdə belə olub kəskin və düşünürəm ki, həmin bu həcmi biz test edəcəyik və bu həcmi test edəndən sonra da indi artım bizdə davam edə bilər. Ümumiyyətlə düşünürəm ki, euro-dollar yaxın bir aylarda yəni artıma davam edəcək. Çünki yenə deyirəm, qlobal bir satış üçün heç bir tendensiya yoxdur. Hal-hazırda ümumi trenddə baxsaq tam artımdadır. Yəni nə kəskin bildiyim korreksiya olursa o alıcılar tərəfindən çox kəskin şəkildə geri alınır. Təxminən bu səviyyələrdən baxsaq evronu 1.07, 78, 79 divarlarından yəni alış gözləmək olar və maksimum yenilənəcəyini düşünürəm. Bu lokal olaraq maksimum. Funt həmçində enişini gözləyirəm bu həftə. Burada bir marjinal zona var. Marjinal zonanın həmçində günlük qrafika baxsaq, burada bizdə alıcı diapazonumuz var. Qiymət orada test olunmuyub çox uzun zamandır. Yəni çox güclü bir dəstək rolu oynayır. Ona görə həmin bu diapazondan funtun alışı, geri alışını gözləmək olar. Gördüyünüz kimi burada güclü bir həcm var idi. O həcmlərdə qiymət çox rahat şəkildə qırıb aşağı keçdi. Ona görə qiymətin hal-hazırda bura enməsinin 1.25-ə enməsinə yəni heç bir maneə yoxdur. Ən ideal variant alışını 1.2667-dən 1.25-dən alış eləmək olar. Avstraliya dolları həmçində enişini gözləyirəm. Burada bizdə həcm yüklənilmişdir. Yəni bu belə deyim, şamın ortasından yüklənildi bu həcm. Yəni bu düşünürəm ki, həcm bizdə geri alış üçün deyil, sadəcə olaraq satıcılar tərəfindən yenidən bazara satış əməliyyatlarıdır. Ona görə də tendensiyanın davam edəcəyini gözləyirəm. Avstraliya dollarına təxminən 1.58-lər yarıma qədər enişini gözləyirəm. Ondan sonra da yenə də artım davam edə bilər. Biz hal-hazırda Avstraliya dollarında bazar sərhədindən düz aşağıda yerləşirik. Yəni o pik nöqtəsindən aşağıdayıq. Yəni düşünürəm ki, bu çox yaxın bir zamanda biz Avstraliya dollarının artımını görə bilərik. Həmçində bu Zelandiya dollarına aiddir. Burada da kəskin bir hərəkət alış üçün yoxdur hələ ki. Lakin qiymətin daha da aşağılara enişi, yəni bu lokal minimum yeniləndən sonra da biz artımı gözləyə bilərik təxminən 1.54 yarımdan sonra. Yəni indi alışa girmək üçün çox gecdir. Tezdir daha doğrusu, satmaq da gecdir. Yəni ən yaxşı gözləməkdir. Yenanı isə dollar yenanı düşünürəm ki eniş olacaq. Yəni bu
artım sadəcə bir lokal xarakteri daşıyır. Çünki qızılla müqayisə eləsək, qızıl əgər enişdədirsə, funt yenə, dollar yenə artımda olur. Bu müəyyən bir dərəcədə korrelyasiyası olur. Düzdür, %100 deyir, amma yəni təxminən bir 70% elədir. Düşünürəm ki, yaxın bir zamanda qızıl da artıma gedəcək və qızıl əgər artıma getsə, biz yenanın enişini görə bilərik. Yenə alışı isə təxminən 1.41-lər, yarımlardan sonra gözləmək olar. Yəni hal-hazırda satış əməliyyatı açmaq üçün ən ideal zona buradır. Yəni bu diapazondur. Bura çünki yığılmış həcmdir. Və bundan tez satış əməliyyatlarına girmək məncə doğru olmaz. Çünki risk menecmenti uyğun olaraq stop loss çox güclü olacaq, yəni böyük olacaq. Yəni burada satış əməliyyatı alsa, stop loss təxminən buralarda olmalıdır. Ona görə də burada əlavə opsiondan yeni opsionlar yüklənilir. Yəni bazar iştirakçılarının böyük əksəriyyətin daha da qiymətin aşağı gözlənilməsini istəyirlər. Yəni bu biz bilmirik nətər olacaq. Sadəcə mənim gözləntim bundan ibarətdir. Amma alış üçün hal-hazırda heç bir belə deyim usloviya yoxdur. Kanada dollarının da həmçində enişini daha da gözləyirəm. Çünki ümumiyyətlə bu Kanada dollar, bir də yenanı, həmçində frankı da göstərəcəm. O ümumiyyətlə dollar indeksinə aid olan belə deyim əsas lokomotivi dollar indeksidir. Dollar indeksini ümumiyyətlə mən 100-lərə gözləyirəm. Yəni 100 dollara enişinin olacağını ehtimal edirəm. Əgər bu belə proqnoz doğru olsa, onda bütün valyutalar, yəni indeksinə aidiyyatı olan valyutalar da o istiqamətə köklənəcəklər. Kanada dollarının biz ən ideal belə deyim alışını 1.38 yarımdan sonra gözləmək lazımdır. Burada hal-hazırda biz görə bilərik bir saatlıq şama keçim. Burada həcm yüklənildi bazara alıcılar tərəfindən. Lakin o özünü tam da doğrultmadı. Gözür şamın tam dibində həcmlər yüklənmişdi bizdə. 175 lot elə bir satış həcmləri alıcılardan çox, daha doğrusu alış həcmləri satışlardan çox idi. Lakin bu özünü tam ideal da doğrultmadı. Düzdür, doğrultma oldu. Neçə punkt oldu buradan? 190 punkt oldu. Yəni bu pis bir belə deyim nəticə deyil. Amma lakin bu qiymətin tam belə dönməsində yəni böyük rolu oynamır. Ən ideal variantını gözləyirəm ki, bu lokal minimum bizdə yenilənəcək və yenidən biz artımı görə bilərik. Mən marjinal zonaya baxmaq istəyirəm. Marjinal zona bizdə göstərilmir. Günlük beka 1 saatlıqda var. 1 saatlıqda bizdə marjinal zona təsadüf edir bu aylığın opsiyon sərhədinə. Yəni daha da ondan aşağı inişini gözləyirəm. Düşünürəm ki, bu tam da bir minimumdan uzaq deyil. Adətən qiymət minimumu dərinə yenilir və ondan sonra artıma belə başlanılır. Frank da baxa bilərik. Frankı mən özüm alışdayam. Çünki yaxın bir zamanda frankın artımını gözləyirəm. Adətən Kanada ilə yenanın enişini gözləyəndə frankın da gözləmək olur. Sadəcə olaraq mən dolları satmışam, euro dolları. Əks valyuta olduğuna görə düşünürəm ki, alış üçün optimal variant həm də çox yaxşı bir sərhəddən yerləşdiyi üçün almışam. Düşünürəm ki,
Əgər orta hesabla baxsaq, yəni skalpinqlə ticarət eləməsə, ümumiyyətlə mən məsləhət görürəm ki, skalpinqlə ticarət eləməyin. Ən azından belə deyim, stres yoxdur. Həm də bazara dəqiqədə başı əməliyyat açıb bağlamağa da ehtiyac yoxdur. Yəni normal bir şəkildə bir dənə, 2 dənə, 3 dənə əməliyyat açırsınız. Belə deyim, ay ərzində 5-6 dənə əməliyyat açsaz daha optimal olur. Yəni nəinki 70 dənə əməliyyat açsaz. Amma nəticədə sizin o 5 dənə əməliyyat açdığınız verdiyi profit o skalpinqdən daha üstün olur. Yəni mən belə düşünürəm, ola bilsin sizin düşüncəniz fərqli ola bilər. Bu artımı mən ümumiyyətlə gözləyirəm. Tam reallaşmasını təxminən ola bilər bir 15 gün arada da ola bilər. Çünki bu H4 qrafikidir. Burada hər 4 saatdan bir şam olur. Həm də frank çox ölü valyutadır. Görürsüz burada neçə təxminən buradan baxsaq martın əvvəlinə, martın axırına qədər burada belə flat olub. Ona görə belə bir şeyin olması da istisna etmirəm. Lakin nəsə bir dəyişiklik olsa stop lossu çəkəcəm. Adətən indi də eləyə bilərəm. Stop lossu çəkim atım təhlükəsiz yerə. Yəni qiymət nəsə kəskin bir hərəkət olsa, eniş onu da istisna etmirəm. Eniş olub təzədən artıma da gedə bilər, amma yenə də düşünürəm ki, artım olacaq. Qızıl tarixi maksimum ticarət olundu, yəni tarixi maksimumlardan. Əslində mən qızılı buradan 1.32-lərə gözləyirdim Trumpın çıxışından əvvəl. Düşünürüm ki, Trump çıxış eləyəcək, 3200-ü vurub, ondan sonra eniş başlanılacaq belə. Lakin bazar nə verdi, onu da ticarət edirik. Keçən həftə qızılın satışını elədim. Burada bizə satış var idi. Mənim qapalı qrupumda var əzizlərimiz. Orada siqnallar paylaşılır, belə deyim, pulla da o qrup. Yəni kimə maraqlıca Telegram qrupuna abunə olub, oradan da mənə yazıb, o qapalı qrupa sizə şərtlərini izah edərəm. Yəni halbuki buradan bu siqnal tam yuxarılardan belə deyim, satış siqnalı qapalı qrupa aiddir. Yəni bunun profitlə də belə bağlansa $150 profit eləyir. Yəni 0.08 ilə açılıb. Düşünürəm ki, bir nəticə deyir. Yəni kimə maraqlısa qapalı qrupla bağlı mənə müraciət edə bilərlər. Qızıl bizim satış əməliyyatımız var idi keçən həftə buralardan təxminən. Biz burada bağladıq, çox böyük bir profitlə oldu. Yəni bu tendensiyanı bütöv götürdük. 6600 punkt oldu. Qapalı qrupda olan əgər abunəçilərim varsa burada yalan danışmağıma qoymazlar. Qızılın hal-hazırda alışını tezdir, satmaq da tezdir, o gecdir. Yəni satış kifayət qədər eniş edib. Yəni 1.32 yarımdan, 1.31 yarımdan üzr istəyirəm. 1.29-70-ə qədər eniş edib. Bu neçə gün ərzində baxaq. 3 gün ərzində kifayət qədər eniş edib. Gözünüz baxın, bu artım olması üçün bir dəqiqə. Baxın, buradan götürək də belə. Bu artımın belə olunması üçün 12 gün tələb olunub, lakin enişə cəmi 3 gün tələb olunub. Yəni kəskin dərəcədə hərəkət olunub. Yəni bu Trumpın çıxışından sonra. Düşünürəm ki, qızıl hal-hazırda daha da eniş elər. Təxminən qızılın enişini, əslində burada belə baxsaq, yığılmış həcmlər var. Çox güclü. Görürsünüz, bu həcmlər. Düzdür, diapazon çox böyükdür. Yəni buranı düşünürəm ki, qızıl görəcək. Yəni bundan sonra artım gedə bilər. Yəni burada bir alış siqnalı yoxdur hal-hazırda. Alış siqnalı qızılın həmin bu sərhədin içinə girəndən sonra olacaq. Yəni
Buradan yuxarılardan məncə əl vurmağa dəyməz. Həm də qızıl çox təhlükəli bir alətdir. Ona görə balansınızdan ehtiyatlı olun. Yəni bu sərhədin içinə girsə, bura böyük bir sərhəddir. Götürsək 2950-dən düz 2860-a qədər. Yəni bunun içərisində hər hansı bir siqnal olunsa, ondan sonra biz qızılın artımına siqnal verə bilərik. Axırıncı valyutamız bizdə neftdir. Neftdir. Keçən ay, üzr istəyirəm, keçən həftə çox kəskin eniş edib. Mən satış üçün çox gecikdim. Kompüterin arxasında olmamışdım. Burada bizdə gözəl bir siqnal əmələ gəlmişdi. Ən azından bura qədər tutmaq olardı. Yenə də həmişə bazara girmək olmur. Yəni bazar nə təqdim edirsə, onu da ticarət edirik. Qızılın alışını yavaş-yavaş bu əməliyyatlarımı belə açmışam. Görürsünüz burada 0.02, 0.05, 0.02, təzədən burada 0.03 açmışam. Yəni bu belə deyim, bu balans mənə aidiyyəti var. Çox adam deyir ki, bu misal üçün hardasa riskdir. Yəni bunu hal-hazırda bir dəqiqə bağlasam da, yəni mən kifayət qədər plusdayam. Yəni adicə 0.05 əməliyyatımı götürsəm, burada 2 dollara yaxın puldur. Onu götürə bilirəm. Sadəcə bu qızılın, üzr istəyirəm, neftin artımını gözləyirəm. Neft kəskin dərəcə artacaq. Çünki hal-hazırdakı yəni vəziyyət neft getdi düşdü 1.59'lar 59.6'ya qədər eniş elədi. Yəni ondan enişini daha da ucuz gözləmirəm. Çünki kifayət qədər bazar sərhədindən çox aşağıdadır. Yəni bu put opsiyonlarıdır. Əgər bunun put opsiyonlar hamısı pulla bağlansa, onda kifayət qədər bazarı belə deyim idarə edən qüvvələr onlar kifayət qədər pul itirmiş olacaqlar. Yəni burada 17.864 kontrakt var. Yəni bu kontraktların da hər biri 125.000 dollara bərabərdir. Yəni indi özünüz də hesablayın, bir kontrakt 125.000 dollardırsa 17.864 kontrakt nə qədər eləyir? Yəni qısa desək, düşünürəm ki, gələn həftəyə, bu həftədə reallaşmasa, gələn həftə biz neftin artımını gözləyə bilərik. Kifayət qədər yuxarılara. Düzdür, istisna olunmur. Bazardan artıq iştirakçılar yığışdırmaq üçün daha da belə bir eniş edib, ondan sonra artım edə bilərlər. Amma yenə də mən düşünürəm ki, birbaşa artım gedəcək. Hal-hazırda satış üçün bir belə deyim, təkan yoxdur. Burada alıcılar özlərini göstərməyə çalışırlar. Yəni kifayət qədər bir həcm yoxdur ki, yəni bütün bu enişi geriyə alsınlar. Yəni kifayət qədər həcm olmadığı üçün ona görə qiymət burada bizdə flat olundu. Belə əziz izləyicilərim, əziz traderlər, sizə ticarət həftəsində uğurlar arzu edirəm. Bol-bol take profitləriniz olsun. Bizim kanal, Telegram qrupumuza abunə ola bilərsiniz və orada kifayət qədər belə məlumatlar paylaşıram mən. Sağ olun, gecəniz xeyrə qalsın, özünüzdən müğayət olun.